Son vaxtlar aldığım ən uğurlu makyaj məhsulu ola bilər. İlk dəfə sizinlə birlikdə açıram. Golden Rose'un yeni çıxan CC kremini istəyirəm ki, test edək birlikdə. Əvvəlcə fırça ilə tətbiq edirəm. İndi isə sponsor üzərindən keçəcəm. Üzümdə ağırlıq hissi qoymur. Və rəng tonuma fikir verirsinizsə, çox gözəl bir şəkildə bərabərləşdirdi. Üstü duruşunu o qədər bəyəndim ki, üzümə verdiyi parlaqlığa baxın bir dənə və çox yüngüldür. Bəs desəniz ki, Sənbər, BB və CC krem arasındakı fərq nədir? Əgər dəriniz yağlı və qarışıqdırsa, onda mütləq CC krem istifadə edin. Əgər dəriniz qurudursa, o zaman BB krem istifadə edə bilərsiniz. CC krem sizin rəng tonunuzu bərabərləşdirir və belə canlı, gözəl göstərir, parlaq göstərir dərinizi. Yayda tanani istifadə etmək istəməyənlər üçün ideal bir seçimdir. Məndəki rəngi 103 Nude rəngi. Yekun olaraq fikrim budur ki, çox gözəldir. Son vaxtlar aldığım ən uğurlu makyaj məhsuludur deyə bilərəm. Çox bəyəndim üzdə duruşunu, parlaqlıq mənim üçün ən vacib adımlardan biridir. O da bunu verir. Siz necə istifadə etmisinizmi? Hər gün kanalımda yeni video paylaşıram. Məni izləməyi unutma.